Baxın, hörmətli əziz dəyərli izləyicilərim, yəni bu da Şəki şəhər mərkəzi xəstəxanasının hal-hazırda olan vəziyyəti. Yəni mən bir dənə bu xəstəxanada bir doktor tapa bilmirəm ki, bax bu gördüyünüz bax bu sənədləri mən bir həkimə göstərəm ki, həkim bu analizin cavabı çıxıb. Bunun dərdi nədir, bu uşağın səri nədir, bunun problemi hardadır? Yoxdur, mən bu boyda xəstəxanada bir həkim tapa bilmirəm. Rüşvətxor Məzid Əliyev ancaq bir qrup həkimləri burada yığıb hamısının başına, xəstəxana sahibsiz, yeyəsiz, yoxdur bu xəstəxananın yeyəsi. Hətta belə desək, buranın hüquqşünasının 3000 insan hüquqşünası olan bir Camal burada ancaq göstəriş verir, vətəndaşları döyür. Dünən də birini döydürübdür, bir tip kollecinin 3-cü kurs tələbəsini tartdırıb döydürür. Ana bala burada döyüblər. Mən bu sənətimi göstərməyə bir həkim tapmıram. Yoxdur. Aidiyyəti üzrə dövlət qurumlarına xahiş edir ki, bizə yaxından kömək eləyin. Bizi bu rüşvətxorların, bunların işğalından, zulümündən azad edin. Hani burada bir həkim yoxdur, gözəl insan bu sənətlərimizi kimə göstərək? Nə də buranın bir sahibi yoxdur, yeyəsiz, öz başınalıq. Kimə müraciət edək, dərdimizi kimə deyək? Bir sürü buradan mühafizə ordusunu yaradıb, buradan ancaq vətəndaşları döyməkdən ötəridir. Ancaq vətəndaşları döyürlər burada. Yalan deyirəm. Ancaq vətəndaşları tartıb orada sürütləsinlər, burada sürütləsinlər. Həkimlə tapırıq dərdimizi deməyə. Rüşvətxor, korrupsiya, öz başınalıq, vətəndaşları döymək, əzmək, Şəki səhiyyəsində baş alıb gedib. Biz aidiyyət üzrə dövlət qurumlarına xahiş edirik ki, bizə yaxından köməklik eləyin. Olmaz bu boyda öz başınalıq. Bu rüşvətxorun arxasında, dalında durmaq olar. Bu boyda Məzid Əliyevin yarım milyondan yuxarı rüşvət mənbəyidir. Aylıq gəliri var. Bu gəlir bölür bütün aidiyyatlı qurumlarından. Olar belə tərbiyəsizlik. Vətəndaşlara boyda bicanlaraq yanaşmaq olar. Yoxdur bu xəstəxananın yiyəsi. Yoxdur hörmətli cənab baş prokuror, hörmətli cənab Milli Təhlükəsizlik nazirimiz, hörmətli Daxili İşlər nazirimiz, hörmətli cənab qalib sərkərdəmiz. Yoxdur bu xalqa baxan yoxdur. Xəstəxana öz başınalıqdır, xəstəxana yiyəsizdir. Yoxdur bu xəstəxananın bir yiyəsi. Həkim tapmırıq dərdimizi deməyə. Olanların da hamısı rüşvətxor, savadsız, Məzid Əliyev bütün qohum məqləbəsini yığıb başına. Bir sürü də burada mühafizə ordusu yaradıbdır. Vətəndaşları tartıb orada burada döyürlər. Vətəndaşları əzirlər, utanmırlar. Öz vəzifəsini icra eləyə bilmir. Sən 3000 insanın Camal, sən 3000 insanın hüquqşünasısan. Sana kim o ixtiyarı verir ki, vətəndaşları basıb döyərsən burada? Biz aidiyyət üzrə dövlət qurumlarından xahiş eləyirik dönə-dönə. Bu yiyəsiz, bu öz başına xəstəxanada bizə kömək eləyin. Bu xalqı bu rüşvətxorların zulümündən, işğalından azad eləyin. Bu xalqı burada öldürürlər. Bu xalqı burada minib çapırlar belə desək vallahi.